Yanğın hadisəsi baş verən zaman Respublika Perinatal Mərkəzinin yeni doğulmuşların intensiv terapiya bölməsində həkim Validə Əliyevanın rəhbərliyi ilə tibb bacısı Təranə Əhmədova və sanitar qadın Aynurə Əhmədova yanmış palatada və onunla üzbəüz olan palatada növbəçilik çəkmişlər. Həkim Leyla Abdullayevanın rəhbərliyi ilə isə tibb bacısı Əsmaya Məmmədova və sanitar qadın Yeganə Əhmədova böyük palatada və onunla üzbəüz olan palatada növbəçilik çəkmişlər. Yanğın başlanandan 21 dəqiqə qabaq tibb bacısı Əsmaya Məmmədova intensiv terapiya blokunu saat 2:45-də tərk edərək asudə vaxt keçirmək üçün mətbəxə gedir. Sanitar qadın Yeganə Əhmədova da bölməni saat 2:46-da tərk edir. Onun ardınca sanitar qadın Aynurə Əhmədova bloku saat 2:51-də tərk edir. Həmin vaxt yanmış palatada 9 körpə müalicə alırdı. Onların 5-i küvezlərdə, 4-ü isə AIS-də. AIS masaları başqa cihazlardan nisbətən hündürdür və orada yüngül vəziyyətdə olan xəstə körpələr yerləşdirilmişdir. Daha sonra tibb bacısı Təranə Əhmədova bölməni saat 2:52-də tərk edərək mətbəxə gedir. Həkim Leyla Abdullayeva isə bloku saat 2:58-də tərk edərək həkimlər otağında olan divanda yatmağa gedir. Həmin vaxt bütün blokda yalnız həkim Validə Əliyeva qalır. O da yeni doğulmuşlara və tibbi cihazlara nəzarət etmək əvəzinə yanmış palata ilə üzbəüz palatada xəstəlik tarixçələrini doldurmaqla məşğul olur. Göründüyü kimi intensiv terapiya blokunda Validə Əliyevadan başqa heç kim yoxdur. Xəstə körpələr və onların yaşamasını təmin edən tibbi cihazlar isə nəzarətsiz qalıblar. Halbuki səhiyyə və yanğın təhlükəsizliyi qaydalarına görə gecə vaxtı növbətçi tibb heyətinin yatması, reanimasiya və intensiv terapiya palatalarından, şöbələrindən və bölmələrindən kənara çıxması qadağandır. Növbətçi tibb işçiləri palatalarda xəstə yeni doğulmuşlara daima nəzarət etməlidirlər. Yanğın təhlükəsizliyi haqqında qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən hər bir vətəndaş yanğını aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə xidmətinə xəbər verməlidir. Yanğın söndürənlər gələnədək adamları əmlaki xilas etmək və yanğını söndürmək üçün mümkün tədbirlər görməlidir. Lakin Respublika Perinatal Mərkəzinin növbətçiləri qanunun və qaydaların tələblərini kobud sürətdə pozaraq ağır xəstə olan körpələri baxımsız və onların həyatını qoruyan cihazları nəzarətsiz qoyaraq mətbəxdə asudə vaxt keçirərək və həkimlər otağında olan divanda yataraq faktiki olaraq körpələri ölümə məhkum etmişdilər. Saat 3:06-da müşahidə kamerasının altında yerləşən neonatal inkubatorunun sağ orta hissəsində qığılcımlar baş verməyə başlayır və onların yanıb söndürməsi üzbəüz küvezdə əks olunur. Növbətçilər oturmalı olan qapının yanında yerləşən masadan yanan küvezə qədər 4 metr məsafədir. Həmin məsafəni isə qadın 3 saniyə fəth edə bilir. Əgər növbətçilər öz yerlərində olsaydılar və qığılcımları görən kimi küvezi dərhal cərəyandan ayırsaydılar, yanğın baş verməyəcəkdi və körpələr də həlak
həlak olmazdılar. Yalnız bir dəqiqədən sonra küvezin orta hissəsində azca alov görünür. Küvez artıq yanır. Oradan qara tüstü çıxır və yanan plasmasın kəskin qoxusu gəlir. Hər iki palataların qapıları açıqdır. Ona görə də təəccüblü odur ki, Validə Əliyeva üzbəüz palatada oturaraq heç nə hiss etmir. Qanunun tələblərinə zidd olaraq növbətçi tibb heyəti yanğından mühafizə xidmətinə yanğın barədə xəbər verməmişdir və həmin xidmətə yalnız 20 dəqiqədən sonra naməlum şəxs zəng etmişdi. Halbuki yanğın başlayandan dərhal sonra yanğından mühafizə xidmətinə zəng vurulsaydı, yanğın söndürənlər onların qaydalarına uyğun olaraq 3 dəqiqəyə hadisə yerinə çata bilərdilər. Bundan başqa, intensiv terapiya blokunun hər iki girişinin yanında 2 yanğın söndürən balon, ümumilikdə isə 4 işlək vəziyyətdə tozlu yanğın söndürən balon olmuşdur. Yanan palatadan yanğın söndürən balonlara qədər məsafə 16 metrdir. Onu da qaçan qadın 6 saniyəyə qət edə bilər.